Kəbədə hər dua edərkən bunları deyirdi. Ey doğruların köməkçisi olan Allahım, ey haramlardan çəkilənlərin yardımcısı olan Allahım, sənə hər zaman və yalnız sənə həmd edərəm. Bu hər kəsin diqqətini çəkər və biri oğlandan soruşar. Niyə hər zaman eyni duanı edirsən? Başqa bir şey bilmirsən? O da deyir. 7-8 il bundan qabaq yenə Kəbədə idim. Bir gün içi qızılla dolu torba tapdım. İçində düz 1000 qızıl var idi. İçimdən bir səs gəldi. Bu qızıllarla bunları edərsən deyirdi. Xeyr dedim. Bu mənim deyil, başqasının malıdır. Haram olar. Öz-özümə bunu düşündüm. Birdən biri dedi. Belə bir torba tapan varmı? Qışqır bağır salmışdı. Çağırdım onu. Necə torbaydı? İçində nə var idi deyə soruşdum. Dedi torbanın içində 1000 qızıl var idi. Torban burada deyərək torbasını geri verdim. Adam torbanı açıb mənə 30 qızıl verdi. Bazara getdim. Təmiz üzlü gənc bir yesiri satırdılar. Gəncin təmizliyi mənim diqqətimi çəkdi. Yanlarına getdim. Bu gənci neçəyə satırsınız dedim. 30 qızıla dedilər. Atamdan aldığım qızılı verib gənci satın aldım. 1-2 il keçdi. Gənc oğlan çox çalışqan idi. Onu aldığıma çox şad idim. Bir gün onunla gedərkən qarşıdan 2-3 kişi gəlirdi. Gənc oğlan mənə dedi ki, ağam, mən Fas əmirinin oğluyam. Bu adamlar mənim atamın adamlarıdır. Məni tapdılar. Sizdən məni satmanızı istəsələr, 30.000 qızıldan aşağı satmayın. Siz çox gözəl insansınız dedi. Kişilər yanıma gəldi. Bu gənci bizə satarsan? Sataram dedim. 60 qızıl verərik dedilər. Mən də olmaz dedim. Sən özün bunu bazardan 30 qızıl aldın. Biz sənə 2 qat veririk dedilər. Elədirsə onda gedin bazardan alın dedim. Artıra 30.000 qızılı aldılar. Mən o 30.000-lə iş yerləri açdım. Ticarət etdim. Çox varlandım. Bir gün dostlarım mənə varlı bir ailənin gözəl bir qızı var. Atası bu yaxınlarda vəfat edib. Onunla səni evləndirək dedilər. Mən də olar dedim. Nigahımız oldu. Dəvə yükləri cehizini gətirdilər. Cehizin arasında bir torba diqqətimi çəkdi. Qıza, bu nədir dedim. İçində 970 qızıl var dedi. Atam Kəbədə itirmişdi. 30'unu tapana verdi. Qalanını mənə hədiyyə verdi. Cehizinə qoyarsan dedi. Deməli, tapdığım qızıllar mənim qismətim imiş. Verməsəydim, haram yolla gələcəkdi. Verdim, halal yolla özümə qayıtdı. Mənə yardım edib, haramlardan qoruyan Rəbbimə həmd edirəm. Çiçekli dakikalar.